Su yoxdursa həyat yoxdur əsərində mən daha çox Xəzər dənizinin qurumağına aid fikirlərimi bildirməyə çalışmışam və bu gün Xəzərin problemi onun suyunun azalmasıdır. Əsərimdə göstərmək istədiyim məzmun da budur. Эта скульптура называется «Аквариус». Это будет как посуда, на конце из которой я из различных букв, различных стран мира написал «вода». Надеюсь, что будет получиться какой типичный азербайджанский какая посуда для воды. Это будет кефтавр, так издвигнуть в горных ногах и воду льет. Dənizə gedəndə, dalğalar olanda qorxa-qorxa suya girirdik və istəyirdik onun ritmi ilə bir yerdə uyğun gələk elə bil ki, o ritmə. Ona görə və bu çox möhtəşəm bir tamaşadır mənim üçün. Onu izləmək, dalğalı dənizi izləmək. Ona görə istədim metaldan bu abu-havasını elə bil ki, təsvir edim. Ну, настолько симпозиум посвящается воде, это во всем мире сейчас глобальная проблема, вот, в том числе в Средней Азии. Я приехал с Средней Азии, с Узбекистана, но у меня называется композиция «Источник», она посвящена воду. Я призываю людей бережно относиться к употреблению воды. Sükutun axını dayanmaq, müşahidə eləməyə və sükutun səsini eşitməyə dəvətdir. Bu seneki sempozyumun teması su olduğu için benim işimde de her zaman figür kullanıyorum ve suya atlayan bir figürü, stilize bir figürü çalıştım. Yani burada suya atlayan bir figürün hissettiği ferahlığı baz aldım. Altındaki su formunda da, figürün duruşunda, hareketlerinde de bu izlerini vermeye çalıştım. Əsərim 4 ünsürün su, hava, torpaq və metalın səssiz diyaloquna çevrilir və tamaşaçılarda sual yaradır. Biz bu incə tarazlığı necə qoruya bilərik? Çünki məhz bu ünsürlərin birləşimində bəşəriyyətin sabahı gizlidir.